28 aprel 2026-cı il tarixində Ağdam, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və digər rayonlar uğrunda döyüşlərdə fəal iştirak etmiş, keçmiş Ağdam polis alayının xüsusi təyinatlısı Arif Əliyevin il dönümü keçirildi. Arif Əliyev ən son 1993-cü il iyulun 23-də Ağdam döyüşlərində ağır yaralanıb və hər iki ayağını itirmişdi. Arif Əliyevin şərəfinə təşkil olunan anım tədbirindən öncə Ağdamın Sarcalı kəndinin Şəhidlər Xiyabanı ziyarət edildi. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüldü, ruhlarına dualar oxundu. Tədbir iştirakçıları kənd sakini Xəqani Əliyevin ermənilər tərəfindən faciəvi şəkildə qətlə yetirilən azyaşlı oğlu Nicat Əliyevin məzarını da ziyarət etdilər, ruhuna dualar oxudular. Daha sonra mərasim kəndin icma klubunun tədbir zalında davam etdirildi. Tədbirdə ilk olaraq vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra onun döyüş yoldaşları, alayın keçmiş polis əməkdaşları, qəhrəman qazi qardaşları və şəhid ailələrinin üzvləri çıxış etdi. Döyüş yoldaşları onun döyüşlərdə göstərdiyi qəhrəmanlığından və döyüş fəaliyyətindən danışdı. Çıxış edən Ağdam rayon Sarcalı kənd sakinləri Arif Əliyevin və kəndin digər şəhidlərinin döyüş yolundan bəhs etdi. Keçmiş Ağdam polis alayının əməkdaşları Arif Əliyevin 1988-ci ildən etibarən çalışdığı polis fəaliyyətindən və şücaətindən danışdı. Daha sonra tədbir iştirakçıları mərhumun qardaşı Cəsarət Əliyevin evində təşkil olunan ehsan süfrəsində iştirak etdi. Bununla da tədbir yekunlaşdırıldı. Qeyd edək ki, Arif Əliyev 2023-cü il 28 aprel tarixində dünyasını dəyişib. Allah rəhmət eləsin.